Salam müəllimə, gəlin bu günlərim sizinlə TIME 2024-dən 66-cı testi həll edək. Şagirdlərin irəliləyişlərini qeyd edilir, dəyərləndirilir və səhvlərini düzəltmək üçün istiqamət verilir. Müəllim sinifdə pedaqoji prosesin hansının tələbini reallaşdırır? A variantında qeyd olunur ki, şagird yönümlülük. Şagird yönümlülükdə belədir ki, şagirdlərin maraq və tələbatlarının, istedad və qabiliyyətlərinin potensialının nəzərə alınmasıdır. Biz dərsi əgər interaktiv şəkildə qururuqsa, iş formaları, iş üsullarından istifadə edirsə və burada şagirdlərin təbii ki, marağı da nəzərə alınaraq və dərsin də differensiallaşdırılması həyata keçirilərək, yəni şagirdlərin fərqli xüsusiyyətlərinə görə dərsi tədris edirəmsə, hər birinin fərqliliklərini nəzərə alaraq şagird yönümlülük prinsipini yerinə yetirmiş oluram. Əlavə olaraq biz şagirdlərdə 3 cür səriştə formalaşdırırıq. Təfəkkürlə bağlı, fəaliyyətlə bağlı, bir də ki, dəyərlər. Təfəkkürlə bağlı olan səriştələrdə problem həll etmə, müstəqil öyrənmə, qərar qəbul etmə, kritik düşünmə, yəni tənqidi düşünmə, təfəkkürü formalaşdırırıq və yaxud da kreativ, yaradıcı düşünməni, təfəkkürü formalaşdırırsa, şagird yönümlülük pedaqoji tələbini reallaşdırmış oluruq. Və əlavə olaraq fəaliyyətlə bağlı səriştələr formalaşdırırıqsa, şagirdlərdə maliyyə savadlılığı formalaşdırırıq, informasiya savadlılığı formalaşdırırıq, rəqəmsal savadlılıq formalaşdırırıq, ünsiyyət, əməkdaşlıq. Bunlar da fəaliyyətlə bağlı olan səriştələrdir ki, bunu da əgər yerinə yetiririksə, yəni situasiyonu görürsünüzsə, artıq şagird yönümlülük pedaqoji tələbini reallaşdırmış oluruq. A variantını silirik. B variantda yazır ki, pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığında belədir ki, müəllimin 3 funksiyası orada özünü göstərir. Təhsilləndirici, tərbiyə edici və inkişaf edirici. Müəllim bunların hər birini istifadə etməlidir, həyata keçirtməlidir. Təhsilləndirici də ola bilər ki, müəllim dərsi keçir, amma mahiyyətini izah etmir şagirdlərə. Şagirdlərə mahiyyətini izah etmirsə, demək ki, dərs tam həyata keçirilmədi, pedaqoji prosesin tamlığı pozuldu. Və yaxud da müəllim işi çox gözəl görür, dərs də çox gözəl şəkildə təşkil eləyibdir, amma vaxtaşırı müəllim uşaqlarla tərbiyə edici mövzuda müzakirələr təşkil etmir. Burada tərbiyələndirici funksiyasını da yerinə yetirmədiyinə görə pedaqoji prosesin tamlığını pozmuş olur. İnkişaf etdirici odur ki, misal üçün müəllim summativ qiymətləndirmə keçiriləndən sonra şagirdlərin ballarını elan eləyir, amma onların əks əlaqə qurmur. Nəyə görə onlar üstün bal yığdılar, nəyə görə orta bal yığdılar, nəyə görə aşağı bal yığdılar. Onların səhvlərin, düzlərin qeyd etmir, onları gələcəyə yönəldəcək bir istiqamətlər vermir, yol göstərmir. Burada da inkişaf etdirici pedaqoji prosesini pozmuş olur. Həm orada inkişaf etdirici pedaqoji tələbini, həm də pedaqoji prosesin tamlığını pozur. Çünki orada da inkişaf etdirici var. Demək, burada da bu deyil. Çünki rəyin verməyin 2 cür forması var. Biz pedaqoji demək, tələblər kimi bir stimullaşdırmada rəy görə bilərik, bir də inkişaf yönümlülükdə rəy görə bilərik. Stimullaşdırmada belədir ki, fəaliyyətin izlənilməsi var, formativ qiymətləndirmə var və bilirik ki, rəy də formativ qiymətləndirmənin tərkib hissəsidir. Bu arada qeyd edim ki, rəy qiymətləndirmə deyil, qətiyyən, sadəcə istiqamət verir. Elə bil ki, formativ qiymətləndirmənin bir alətidir. Və summativ qiymətləndirməyə gedənə qədər hələ ki formativ qiymətləndirmə olur. Və həmin o zaman çərçivəsində şagirdin olduğu yerdən olmalı olduğu yeri götürənə qədər şagird fəaliyyəti izlənilir. Nailiyyəti izlənilir, fəaliyyəti izlənilir, eyni anlamdadır. Və o istiqamətdə, o yolda şagirdlərə müəyyən rəylər verilməlidir, istiqamətlər verilməlidir. Bu verilirsə, fəaliyyəti stimullaşdırır müəllim. Amma artıq summativ qiymətləndirmə oldu, bitdi. Ondan sonra müəllim şagirdlərin ballarını elan etdikdən sonra şagirdlərə artıq bildirməlidir ki, burada səhv etmirsən, burada düz etmirsən, burada səhv etmirsən, niyə görə etmirsən, filan mövzu üzərində işləsən, bundan daha yaxşı nəticə əldə edə bilərsən. Gələn səfər summativ daha yaxşı nailiyyətlər əldə edə bilərsən. Artıq uşağa istiqamətli. Hərəsinin də özünün elədiyi səhvlərə görə müəllim əks əlaqə qurur və şagirdlər nə edir? İnkişaf yönümlülüyü burada təmin edir ki, şagirdləri gələcəyə yönəltməklə, onların səhvini düzün deməklə şagirdlər də artıq agah olur ki, harda səhv ediblər, harda düz ediblər, niyə görə ediblər və nə də çalışsalar nəticələrini yüksəldə bilərlər. Artıq burada nə baş verir? Təbii ki, inkişaf yönümlülük. Və buradan da bir dənə də qayda çıxır ortalığa ki, demək ki, müəllim şagirdləri ümumi
meyar üzərindən qiymətləndirmir. Çünki hər kəsin özünə uyğun bir səhvi var. Biri hesablamada səhv eləyəcək, biri yazmada səhv eləyəcək, biri kodlaşdırmada səhv eləyəcək, hərəsi bir şeydə səhv eləyir, düzdürmü? Hərəsində müxtəlif meyarlar üzrə müəllim nə edəcək, qiymətləndirəcək, meyarlar üzrə fikir bildirəcək, əks əlaqə quracaq. Yəni biz şagirdləri ümumi qaydada, ümumi meyarlarla qiymətləndirmirik, hər birinə fərqli şəkildə meyarlarla qiymətləndiririk. Burada pedaqoji prosessin tamlığı da necə deyim, reallaşdırılmır. Təhsildə bərabər imkanlar danışılanda isə, bərabər imkanlar deyiləndə biz nəyi nəzərdə tuturuq? Təhsilin, tədrisin diferensiallaşdırılması, şagird müxtəlifliklərin nəzərə alınması. Yenə gedirəm, zəif oxuyan uşaq da ola bilər.